Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə yeni qəbul olunan namizədlərin təntənəli and içmə mərasimi keçirildi. Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirdi ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da təkmilləşdirilib, şəffaflıq prinsipləri genişləndirilib. Onun sözlərinə görə bu müddət ərzində 17 test imtahanı keçirilib və 7000-dən çox namizəd imtahanlarda iştirak edib. Onlardan 2174 nəfəri icbari təlim proqramını uğurla başa vuraraq and içib və kollegiyanın üzvü olub. Sədr nəzərə çatdırdı ki, ölkədə vəkillik institutunun inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu ilin sonuna kimi Vəkillər Kollegiyası dekabr ayının əvvəlində 1-ci Bakı Beynəlxalq Vəkil Konfransı keçirmək niyyətindədir. Həmin vəkil konfransına bizim dost olan ölkələrdən nümayəndələr dəvət olunub, beynəlxalq vəkil təşkilatları dəvət olunub. Zənnimcə, hər il belə bir tədbirin keçirilməsi ölkəmizin vəkillik institutunun daha da tanınmasına, nüfuzun artırılmasına, eyni zamanda beynəlxalq əlaqələrimizin güclənməsinə yaxşı bir stimul verəcəkdir. Tədbir çərçivəsində vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını, icbari təlim proqramını və şifahi müsahibə mərhələsini uğurla başa vuran 67 namizəd təntənəli şəkildə vəkil andı içərək Vəkillər Kollegiyasının sıralarına qoşuldu. Daha sonra onlara vəkil vəsiqələri təqdim edildi. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı ilk dəfə olaraq 3003 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 regionlarda, 59-u isə Bakıda fəaliyyət göstərəcək. Son qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib. Bu isə ümumi vəkil korpusunun təxminən 23%-ni təşkil edir. Mənim üçün çox qürur vericidir ki, artıq Azərbaycan xanımı vəkillik sahəsində say olaraq artmaqda davam edir. Bugün statistika elan olundu ki, Azərbaycan xanımları artıq 700-cü vəkil namizəd təyin olunur və bu bizim üçün qürur vericidir. Azərbaycanda vəkillik fəaliyyətinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də sahədə kadr təminatı məsələsi hələ də aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yaxşı göstəricilərə malikdir. Lakin Avropa ölkələri ilə müqayisədə vəkillərin sayı hələ də aşağıdır. Misal üçün, Mərkəzi Asiya ölkələri ilə müqayisədə bizdə kifayət qədər vəkil var və demək olar ki, Mərkəzi Asiya ölkələrində adam başına düşən vəkillərə görə Azərbaycan onlarla müqayisədə daha irəlidədir. Ancaq, misal üçün, Avropa ölkələrlə müqayisə edəndə, bəli, bizdə vəkillərin sayı yenə də az olaraq qalır. Ancaq onu nəzərə alaq ki, cəmi bir neçə il əvvəl, əgər Azərbaycanda 11.000 nəfərə bir nəfər vəkil düşürdüsə, artıq təqribən 3300 nəfərə bir nəfər vəkil düşür. Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən Vəkillər Kollegiyasının bir qrup üzvü təltif olunub.